Biz təşəkkürlə formalaşırıq. Bu bir tərbiyə metodudur. Təşəkkür etməyə başlayanda, yəni təşəkkür əslində şükrün bir növüdür. Bəli, şükürdür. Təşəkkür elə şükür sözündəndir. Amma təəssüflər olsun ki, burada da qatqılar olur da. İnsan təşəkkür etdikdə məsələn qarşı tərəfə orada gözləntisi varsa, bu şükür olmadı. Necə yəni təşəkkür edəndə gözləntisi varsa, bunu biraz aça bilərsiniz? Məsələn, verilişə dəvət eləmişəm. Mən davamlı təşəkkür eləyirəm. Niyə? Gözləntim olsun ki, davamlı çıxım verilişə və yaxud da ki, hər hansı bir indi müdirin yanına daxil olmuşam ki, iş üçün sənəd verirəm. Mənim kimi 10 nəfər də ora sənəd veribdi və mən davamlı şəkildə təşəkkür edirəm ki, mənə fikri yönəlsin ki, məni qəbul eləsin. Burada gözləntili təşəkkürdür. Bu ixlas deyil. Yəni görün necə böyük bir məhv oldu ki, heç bir halımızda hansı rolda oluruqsa olaq, gözləntilərimizi tam olaraq bağlamalıyıq, belə deyim. Və şükürdə, doğrudan şükürdə olmaq lazımdır. Bir çox işlər görürük, burada çox insanlarla danışırıq. Nəsə baş verəndə deyirəm ki, heç nə olmaz, şükür eləyin də. Yəni, okeydə olur, hər daim rastlaşırıq. Okey, şükür eləyirəm, amma ki... Amma, orada artıq getdi, fəzilət. O amma olmamalıdır. Qurbətin yanında amma yoxdur. Qurbətin yanında 100%'dür. Yəni, tam özünü təslim eləyirsən, İslam sözünün də əsl məğzi budur. İslam sözü təslimiyyət sözündəndir. İstənilən halımda, Allahım, mən tam vücudumu və fikrimi və təfəkkürümü və qəlbimi sənə təslim eləmişəm. Əgər bu cür nəyəmsə, məni olduğum kimi qəbul elə. Allah hər kəsi olduğu kimi sevir. Baxın, belə bir fikir var, biz bayaq da danışdıq ki, məsələn, varlılar və ya kasıblar görürsünüz, kiməsə... Çox mövzu, çox böyük aktual mövzu. Yaxşı gəldiniz ona, icazənizlə o sualı ünvanlayım. Deyirlər ki, o pis adamdır, pis amma pulu çoxdur. Pisi də ölməli deyil ki, necə olur, orada böyük bir agresiya olur. Necə olur ki, o axı belə, o kimisə haqqını yedi, nə oldu, amma onun pulu çoxdur. Baxırsınız ki, bu mövzu haqqında çox danışırlar əslində. Çox danışılır ona görə ki, yenə də insan özünü görmür, qarşı tərəfi görür. Həzrət Əleyhisselamın kəlamı var ki, deyir, özünüzlə məşğul olun, qarşı tərəfə baxmayın. İnsan özü ilə məşğul olmayanda hər şeylə məşğul olur. Özümüzə baxmalıyıq. Bəli. Hələ baxaq görə özümüz hansı həddə riayət edirik nəyəsə. Amma o ki qaldı insanların məsələn nələrsə malik olmaqları. Bu ola bilər ki, çoxlu çalışır adam. Ona görə çalışdığının müqabilini alır. Ola bilsin ki, müəyyən bir Allah verir də ta ki səsini eşitməyə. Ola da bilər ki, ümumiyyətlə Allah ruzu payıdır onun. Bu qədər ruzu payıdır. Amma insan burada kiminsə əgərləri durub müzakirə edirsə, artıq o əslində o insana yox, Allaha etirazını bildirir. O insanla problemi yoxdur. Onun əslində problemi Allahlandır. Çünki o Allahla öz arasında müamiləsini doğru düzgün şəkildə eləməyibdir. Kənarda heyb bir şeylər axtarır. Amma əslində, məsələn, yenə də hədis-i qüdsiyə qayıdırıq. Orada Allah Həzrəti Adəmlə söhbəti var. O soruşur ondan ki, nəyə görə varlı və nəyə görə kasıb, nəyə görə xəstə və yaxud nəyə görə sağlam. Bu sualları soruşur. Olmazdı mı hamı eyni? Çox gözəl bir orada söhbət gedir. Mən onu qısa lakonik deyəcəm. Deyir, varlığını yaratdım buna görə ki, kasıb baxsın və təvəssül eləsin. İstəsin, hacət istəsin məndən. Onda olanlardan istəsin. Kasıbı yaratdım ona görə ki, baxsın varlı və təşəkkür eləsin, şükür eləsin. Eyni mövzu bir neçə mərhələdə də həmin xəstələr üçün də, sağlamlar üçün deyilir ki, sağlama baxsın, təvəssül eləsin, istəsin məndən sağlamlıq, o da xəstəyə baxsın, mərizi baxsın, desin ki, ilahi şükür ki, məni sağlam yaratmısan. Məğz nədir əslində? Hamısı da şükürdür.
Əslində məğzi budur ki, Allah istəyir ki, sən onunla söhbət eləyəsən. Varlı və ya kasıbsan, savadlı və ya savadsızsan, nə bilim, xəstə və ya sağlamsan. Təvəssüldə də nə edirsən? Allahı çağırırsan. Şükürdə də nə edirsən? Allaha təşəkkür edirsən. Yəni hər halında məni ilə münasibətin olsun. Bu sanki qısqanc bir uşaqdır. Uşaq deyim, yəni daim diqqət istəyən, daim diqqət tələb, böyük bir diqqət tələb eləyən, sanki belə sevimli bir uşaq kimi də belə deyim, körpə. Əslində bizim əslimizdir. Çünki biz Allahdan bir payıq. Bizim hamımızda Allahın nuru yerləşdirilibdir. Ki bizim Allahdan, necə ki günəş öz şüasından ayrı qala bilməz, biz də Allahdan ayrı qala bilmərik. Nəsiminin əsərlərində də biz buna çox rast gəlmişik. Günəşin şüaları ilə günəşin özüdür. Ki çox gözəl vurğulayır. Belə çıxır ki, biz özümüz də Allahdan bir payıqsa, elhamdülillah, biz əsl bizə necə çata bilirik? Çatmalıyıq. Birinci növbədə istəmək, sevmək və onun o sevdiyimiz, o istədiyimiz şeyləri həyata keçirmək. Onun istəklərini. Çox qəşəng bir mövzu hissəyə gəldi. Baxın, tamaşaların birində, Nəsimin tamaşalarının birində orada vurğulayırdı ki, əsl Quran sənin əlindədir. Çünki Quranın özü 28 hərfdən nazil olub. Barmaqlarının büküş sayı 28-dir. Bəli. Və sən Allaha dua eləyəndə, qunut tutanda da, Lövh Məhfumun kitabı gəlir durur sənin əlində. Bəli. Və sən kitab, belə başa düşür ki, bu bir kitabdır. Biz bu kitabı oxumalıyıq. Bəli. Bu kitab hamımızda var. Əhsən. Hamımızın öz kitabımız var. Bəli. Biz bu kitabı oxumamış, başqa kitabları oxumağa başlayırıq. Biz əlimizdəki kitabı necə oxuyaq? Əlimizdəki kitabı oxumaqdan ötürü əslində biz birinci növbədə o kitabı ilə əlimizə almağı düşünməliyik. Çünki onu ələ almayana qədər onu oxumaq mümkün deyil. Ki o bizdə var, sadəcə biz onun fərqində deyilik. Məsələn, bu buna bənzər ki, elə bir uşağı göndərsən məktəbə, amma deyirsən ki, oxu, nəyi oxuyum, necə oxuyum? Boş yerdə bir şey əldə etmək mümkün deyil. O boşu doldurmaq lazımdır, gözəlliklə doldurmaq lazımdır. Və gözəlliklə doldurmağı insanın özünə xeyirdir. Məsələn, Allah da insanı saxsı qaba bənzədir. Çox maraqlıdır ki, insanı bəli saxsı qaba bənzədir və sual yaranır ki, nəyə görə saxsı qab? Deyir, çünki saxsı qabın belə bir xüsusiyyəti var ki, onun içinə nə töksən, onu çölə yansıdacaq. Onun daxilinə nə doldursan, məsələn, şor bir şey doldursan, zamanla keçdikdən sonra görəcəksən qırağında xırda duzlar əmələ gəlib. İçinə şərbət, bal doldursan, qırağında görəcəksən şirin su əmələ gəlibdir. İnsan da bu cür nədir? Daxilini nə ilə doldursa, daxilini nə ilə zənginləşdirsə, o şeylə də məşhur olacaq. İndi o ki, qalır bizim o kitabı necə oxumağımız, o bizim fikir və təfəkkürümüzə bağlıdır. Ümumiyyətlə, İslam ideologiyasında belə bir məfhum var. Biz qəlb olaraq, yəni Quran-ı Şərifdə keçməkdədir ki, qəlb olaraq müraciət olunur ki, qəlbin qəbul elədi, qəlbin icra elədi, qəlbin eşitdi. Bəs bu necə baş verir? İslam fəlsəfəsinə görə ümumiyyətlə informasiya insanın birinci göz, qulaq və hiss eləmək vasitəsilə beyinə ötürülür. Və beyinə ötürülən informasiyanı orada emal eləmək lazımdır. O emal eləmək nəticəsində nələr olmazlar, onları sən oradan çıxartdıqdan sonra qəlbə daxil eləyirsən. Amma ora hər nəyi daxil eləsən qəlbə, təbii olaraq onun tərk elədiyi də, göndərdiyi də ancaq o olacaq. Yəni beyninə hər informasiya gələ bilər. Yəni görməli olmadığın şeyləri görə bilərsən, danışmalı olmadığın şeyləri danışa bilərsən, eşitməli olmadığın şeyləri eşidə bilərsən. Amma beyin bunu əgərləri dəf edərsə, yəni beyinə əgərləri kontrol eləyə bilərsənsə, beyin onu dəf etdikdən sonra qəlbə gözəl şeylər oturacaq. Ya, təbii olaraq həyat bundan ibarətdir. Ona görə də insan birinci beynini kontrol eləməlidir. Ki, ora lazımsız informasiyalar orada qalmamalıdır, dəf olunmalıdır. Bizdə təəssüflər olsun, nə gəldi hamısını qəbul edirik.